Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Bugün yenə də ədəbiyyat aləminə səfər edəcəyik. Bu dünyada ədəbiyyat ruhuna yaşayıb, yazıb, yaradan, dünyada neçə-neçə ədəbi mövzuları özü ilə aparan sevimli ədəbiyyat xadimlərindən söz açacağıq. Bugünkü ədəbi yaddaş rubrikamızda Vaqif Hüseynov anılacaq. Ədəbi yaddaş. O, 1936-cı ildə Lənkəranda doğulub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1958-ci ildə ilk şeiri çap olunub. İlk şeiri Azərbaycan Gəncləri qəzetində dərc olunub. Bir müddət şeirləri və poemaları Vaqif İbrahim təxəllüsü ilə çapa verilib. Çağırış adlı Masallı rayon qəzeti redaksiyasında şöbə müdiri, məhsul katib, sonra redaktor işləyib. Vaqif Hüseynov çox az ömründə gözəl şeir nümunələri yazıb, yaradıb və ədəbiyyatçıların yaddaşında, oxucuların yaddaşında qala bilib. Bugün biz onun sevərək oxuduğumuz Dəniz çağırır, Vətən sənə borcum qaldı, Mənə vaxt verin kimi kitablarını bilirik, tanıyırıq. Bəzi kitablar onun ölümündən sonra nəşr olunub. Bugün studiyamızda bizim ədəbi yaddaş rubrikasının qonağı var. Bu bizim Vaqif Hüseynovun qız övladı, onun həm də tədqiqatçısı, ədəbiyyatşünas Xalidə Vaqif qızıdır. Xoş gəlmisiniz Xalidə xanım. Əlbəttə ki, bir övlad kimi mən bilirəm gözəl atanı, bu cür nə gözəl şeirlər müəllifi olan. Çünki mən araşdırarkən də şeirlərini oxudum və dəfələrlə oxuduğum bir şeir var. Onu indi bir qısa nümunə kimi sizə bildirəcəm söhbət əsnasında. Və mən bilirəm ki, siz övlad kimi nə qədər onun tədqiqatı ilə məşğul oldunuz, nə qədər ona yaradıcılıq günləri keçirdiniz. Çox istərdim ədəbi yaddaş rubrikasında olan övladlar qatılanda həmişə mən bu sualı verirəm. Onu evdə ata kimi necə xatırlayırdınız? Yəni şair olduğunu şeirlərindən biz bilirik ki, necə gözəl şair olub, amma valideyn kimi necə idi? Vaqif Hüseynov uzun illər redaktor işləyib Lənkəranda, sonra Masallıda Çağırış qəzetinin redaktoru işləyib. İşlədiyi dövrdə hamı onu işinin ustası kimi tanıyırdı. Evdə də çox zəhmli idi. Amma məsələn mən şeirlər yazırdım, qorxurdum ona göstərməyə. Günün birində belə qərara gəldim ki, şeiri qoyum onun stoluna, yazı stolunun üstünə. Masallı haqqında, Lənkəran haqqında balaca şeirlər yazdım. 6-7-ci sinifdə oxuyurdum. Şeiri qoydum və səhər birdə işə gedəndən sonra gəlib baxdım, gördüm altında yazıb qara qız, deyəsən şair olmaq istəyirsən. Və mən başa düşdüm ki, yox, mən şair olmayacağam. Sonra ədəbiyyatçı oldum və qarşıma məqsəd qoydum ki, onun yaradıcılığını tanıdacağam. Çünki çox az ömründə, 49 il yaşadığı ömürdə cəmi 2 kitabı çıxmışdı. Sağlığında bir dram əsəri də tamaşaya qoyulmuşdu Lənkəran Dövlət Dram Teatrında. Və həqiqətən də onun vəfatından sonra biz başa düşdük ki, böyük bir adam idi. Çünki Bakıdan gələn teleqramlar, yazılan sözlər, onun haqqında verilən bütün nekroloqlar hamısı göstərir ki, böyük bir camiyyədə tanınıb, amma rayondan çıxmadı. Bakıda onun çox dostları var idi. Yaşar Qarayev, Arif Səfiyev, Tofiq Hacıyev, digərləri olan onun qrup yoldaşları idi. Onlar onu Bakıda gözləyirdilər, o isə Bakıya can atmadı. O rayonda Lənkəranı istəyirdi və ona görə də Lənkərana elə şeirlər həsr eləyirdi. Lənkəran deyəndə qabarır sinəm. Onun sinəsində ehtişama bax. Lənkəran tükənməz, zəngin xəzinəm. Bir tərəfi dəniz, bir tərəfi dağ. Dünyanın əl boyda parçasıdır bu. Bu əl kainatı qucmaq istəyir. Zamanın sehirli xalçasıdır o. Açıb qanadını uçmaq istəyir. Və s. Doğrudan da Lənkərana olan sevgi, Lənkəranın təbiətinə olan sevgi onun şeirlərinə yansıyıb. Ədəbi yaddaş. Bir şeir nümunəsi var burada. Mən onu istəyərdim sizin nəzərinizə çatdırım. Çox güman ki, siz bilirsiniz bunu. Qolu bağlı bir köləyəm zəmanənin hüzurunda.
Pəncəsində xışmalayır əjdaha tək dövran məni. Həyat qəmli bir karvandır, addımlayır ağır-ağır. Son mənzilə aparacaq qoşulduğum karvan məni. Nə dostların vəfası var, nə qohumun etibarı, nə tapılar bir hal əhli, nə bir duyan insan məni. Nə qədər gözəldir. Bir insanın demək olar ki, bütün mərhələlərdə, ömrünün bütün mərhələlərində oxuya biləcəyi bir şeirdir. Bəli. Siz bilirsiniz ki, bu həmin dövrdə, onun yaşadığı dövrdə qara dəftər şeirlərindən idi. Bəli. Bir məzarlardan gələn şeir səslər də var. O da 1065-ci ildə yazmışdı. Orada yeni köhnə ölünün yeni ölüyə nəsihətidir. O da çox maraqlıdır. Yəni yükü çox ağırdı. O vaxt Bəli. onlar heç biri çap olunmurdu. Vaqif sözə böyük qiymət verirdi. Bəli. O şairdən elə tələblər eləyirdi. O deyirdi ki, bir şeir 100 gözün yaşını silsə, təslim olsa xərçəng, sağalsa vərəm, dəli ağıllansa, kor görə bilsə, mən ona şair deyərəm. Əfsun olmalıdır hər bir yazıda. Sözün qüdrəti ilə mum eylə daşı. Sənin oturduğun qapı ağzı da sayılsın məclisi yuxarı başı. Nə vəzifə ara, nə şöhrət, nə taxt. Ömür ki tələsən səhər yelidir. Unutma qardaş. Şair də möcüzə göstərməlidir. Həqiqətən şairdən möcüzə istəyirdi. Mən bilirəm ki, şair övladı olmağın yükü nə qədər çoxdur, çətindir və mən bilirəm ki, onu yəni qəfil itirdikdən sonra, çox az yaşında itirdikdən sonra sizin ürəyinizdə olan o bütün təlatümlər hamısı mənə tanışdır. Mən bilirəm, yəni valideynin yaşı olmaz, valideyn itkisi hər dövrdə eyni cür təsir edir və siz davam etdiniz, siz onun yaradıcılığına davam etdiniz. Nə kimi işlər gördünüz? Bax, bu barədə danışaq. Onun vəfatından sonra Lənkəran Dövlət Universitetində ikinci təhsil kimi daxil oldum. Qırmızı diplomla bitirdim oranı. Həmin ildə məni müəllim kimi saxladılar universitetdə və o dövrdən də mən elmi iş götürməyə qərar verdim. Çünki mənim diplom işim də Vaqif Hüseynovun yaradıcılığı oldu və davamını isə Seyfullah Əsədullayev qoydu. Mənim elmi rəhbərim oldu və biz davam elədik. Amma adını Vaqif Hüseynovun yaradıcılığı yox, 20-ci əsrin 60-90-cı illərində Lənkəran ədəb mühiti kimi işlədim. Təbii ki, orada Vaqif Hüseynov, Şəkər Aslan, Məhəmməd Hüseyn Əliyev geniş planda, yerdə qalanlarında bizim Lənkəranın tanınmış ziyalıları, şair və yazıçıları, dramaturqları haqqında məqalələr verdim və bunları toplayıb elmi iş halına saldıq. Tez-tez onun yubileylərini keçirdi, ölümündən sonra xatirə gecələrini keçirdi. Siz özünüz də şeir yazmısınız da, yəni davam etmisiniz bunu. Yəni bilirəm ki, sizin şeir nümunələriniz var və bilirəm ki, ədəbiyyatşünas kimi də fəaliyyət göstərirsiniz və elə ən çox da atanızı tədqiqatçısısınız və bu da doğrudan da çox təqdirə layiqdir. Bir övladın valideyninə olan böyük sevgisinin nəticəsidir. Mən bunları da bilirəm və gözəl pedaqoqsuz və uzun illər pedaqoji fəaliyyətiniz var, gözəl tədqiqatçısınız. Yəqin ki, o sağ olsaydı çox böyük qürur duyardı sizinlə və bilirəm ki, siz də onun yazıları ilə, şeirləri ilə, onun bəxş etdiyi nümunələrlə həmişə fəxr etmisiniz. Çünki doğrudan da mən vərəqlədim onun yaradıcılığını, o qədər dolğundur. Ümumiyyətlə mən 60-cı illərdə poeziyaya gələn yazıçı şairləri həmişə oxumuşam, sevmişəm və onların bir üslubu var, özlərinə məxsus, təmiz, saf, əsl poeziya üslubu və bu nədən irəli gəlir? Həmənki dövrün mühitindən irəli gəlir. Ədəbi mühitin ən saf, ən gözəl dövrüdür. Yeniliklər gətirilən dövrüdür 60-cı illər və nə qədər də o cərəyanlardan sonra ədəbi cərəyanlar gəlib, 90-ların cərəyanları, indiki dövr, amma nə qədər danılsa da həmən 60-cı illər çox sevilən şair yazıçılar və insanların ürəyinə, oxucuların ürəyinə yol tapan şair yazıçılar doğuldu. Mən Əli Kərimin də adını çəkə bilərəm, nakam dünyadan gedən və sizin də atanız həmən siyahıdadır. Çünki mən həmişə bu dövrün mühitin içində olmuşam. Çox tez-tez mən həmən adı eşidirdim. Gözəl şairlər içində. Və çox istərdim ki, onun şeir nümunələrindən bugün bu verilişdə səslənsin sizin dilinizdən. Çox istərdim bir-iki şeir sizdən alaq. Vaqif Hüseynovun çox məşhur bir şeiri var. Onu səsləndirim. Sözüm gözüm qarası,
sözüm kəsərli almaz. Gedər xəncər yarası, söz yarası sağalmaz. Gah kükrəyən dağ çayı, gah narın yağış sözüm, gah ilin qızmar yayı, gah şaxtalı qış sözüm. Söz zəngin xəzinəmdir, dərmandır, neştərdir o, gah sevincdir, gah qəmdir, cəngidir, şüşdərdir o. Söz ürəkdə bir bulaq, söz dodaqda ürəkdir. Sözün bədxərci olmaq, xırdalanmaq deməkdir. Sözdə hikmətə bax bir, həm atəş, həm buzdur o. Hər şeydən qiymətlidir, hər şeydən ucuzdur. Söz üstə savaş gedib, neçə qəlbə düşüb köz, söz üstündə baş gedib, neçə baş qurtarıb söz. Söz insan dodağında, qəlbin, hissin aynası, ürəyin ocağında, söz bişsin, söz qaynasın. Söz meydanında azma, milyon kərə desəm bil, sözüm gəl gir ağzıma, söz geri dönən deyil. Çalış, qızmasın çənə, qızarmasın dost tanış, deməsinlər qoy sənə, söz bilirsən, söz danış. Ədəbi yaddaş. Şeirlərinin bəziləri yumorlandır. Yəni orada elə şirin yumorlar var. Demək dostlarına yazdığı yumorlardan da var. Şəkər Aslanla onların dəyişmələri var. Çoxlu dəyişmə var, amma bir maraqlı dəyişmə var. İstəyirəm mən onu sizə deyim. Əvvəl Vaqif İbrahim haqqında deyim, bayaq adını çəkdiniz. Allah ona qəni-qəni rəhmət eləsin. Gənc yaşında o da vəfat eləyib. Ümumiyyətlə 60-cılarda Əli Kərim kimi Vaqif Hüseynov da 50 yaşını görmədi. Amma Vaqif İbrahim də o biraz da az 40 neçə yaşında vəfat eləyib, 46-47. Amma Vaqif İbrahim Sumqayıtda yaşayırdı. Həmin dövrdə də mənim atam da Vaqif İbrahim təxəllüsü ilə yazırdı. Vaqif İbrahim həm də eyni adla onlar nəşr olunublar. Çox maraqlı bir nüansdır. Eyni dövrdə. Hə, indi o şeiri buyurun. Vaqif İbrahimə atam belə bir yumorla bir şeir yazmışdı. O qəzetdə də çap olundu. Sonra onu da deyim ki, bu şeirdən sonra ləqəbini dəyişdi. Elə Vaqif Hüseynov kimi tanındı cəmiyyətdə, ədəbiyyatda. Gənc şair Vaqif İbrahimə. Sən də Vaqif İbrahim, mən də Vaqif İbrahim. Kölgəmsənsə dolaşma, gendə Vaqif İbrahim. Mənim antidünyamsan, incimirəm, qəminkəm. Ancaq nə sən dahisən, nə də ki mən dahiyəm. Mən də hələ yoldayam, sən də yoldasan hələ. Tufanlar qoynundayıq, dəniz görəsən kimi atacaqdır sahilə. Bizdən kim yorulacaq, geriyə dönəcək kim? Yarış meydanındayıq, zaman adil bir hakim. Fırtınayla dolmuşam, döyüş gedir həyatda. İki nüsxə olmuşam, əslim masallıdadır, surətim Sumqayıtda. Ədəbi yaddaş. Vaqif Hüseynovun məhəbbəti tamam ayrıdır. Vaqif Hüseynov 4 misralıq bir arxivində tapmışam, işlənməyib, elə 4 misra yazılıb qalıb. Zil qaradır gözün, gülüm. Görməmişəm göz bu rəngdə. Yandım, qaldı közüm, gülüm. Görmüsənmi qurban olum, kül bu rəngdə, köz bu rəngdə. Çox gözəldir Xalid xanım. Mən əvvəla sizin sevginizi çox böyük qiymətləndirirəm. Bu mənə çox doğma olan sevgidir, övlad sevgisi. Və mən bilirəm ki, Vaqif Hüseynov o qədər gözəl bir şairdir ki, onun haqqında danışmaq, saatlarla danışmaq olar və onun yaradıcılığını saatlarla izləmək olar və mən sizdən son olaraq fikirlərinizi almaq istəyirəm. Bizim verilişimizin formatına uyğun olaraq biz artıq sona çatırıq və son olaraq sizin sözlərinizi eşitmək istəyirəm. Buyurun. Bir övlad kimi nə borcum var, düzdür az da eləyirəm bacardıqca, amma əsas məsələ müdafiə eləmək və ardıca monoqrafiya çap eləmək Vaqif Hüseynovun yaradıcılığı haqqında və ən əsası da hal-hazırda Lənkəran Dövlət Universitetində ədəbi mühit 4-cü kurslarda Lənkəran ədəbi mühit deyəndə Vaqif Hüseynovun yaradıcılığı keçirilir orada. Bəli. Amma kitab dərslik yoxdur. İnşallah Allah qismət eləsin, dərsliyi hazırlayım və institutlarda bu dərslikdən istifadə olunsun. Ən böyük arzum da onun ədəbiyyat tarixi kitabına düşməyi. Bəli. Və təkcə Lənkəran Dövlət Universitetində yox, digər universitetdən, Azərbaycan ədəbiyyatı Azərbaycan ədəbiyyat tarixi kitabına düşməyi
düşməsini çox istəyirəm və onun yaradıcılığının tədqiqatını çox arzulayıram. Və arxivi də məndədir. İnşallah bir münasib bir əlyazmalar fonduna mı və yaxud hansısa bir arxiv idarəsinə mi verməyə hazıram, amma gözləyirəm kim istəyəcəksə. Qeyd edim ki, bugünkü ədəbi yaddaş rubrikamızda gözəl şairimiz, unudulmaz şairimiz, çox az yaşasa da gözəl şeirlər müəllifi olan Vaqif Hüseynov anıldı. Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan. Kimler geldi, kimler gitti bu dünyadan, bu dünyadan. Arif olan nakem olmaz bu dünyadan, bu dünyadan. Arif olan nakem olmaz bu dünyadan, bu dünyadan. Daha bir şənbə söhbətləri ədəbiyyat almanaxı verilişinin belə sonuna gəldik. Verilişi sizin üçün hazırladılar. Müəllif Aysel Fikrət, rejissor Anar Məmmədov. Ədəbiyyatla qalın. Her devranda bir gerdiş var, min renk çalır bu rüzgar. Her devranda bir gerdiş var, min renk çalır bu rüzgar. Hüner göster, bir şey yapar bu dünyadan, bu dünyadan. Hüner göster, bir şey yapar bu dünyadan, bu dünyadan. Zeynal gezer el-obanın, gözellerdir dinim. Zeynal gezer el-obanın, gözellerdir din imanı. Bir gün çeker öz kervanı bu dünyadan, bu dünyadan. Bir gün çeker öz kervanı bu dünyadan, bu dünyadan.